Bu ilin yanvar və sentyabr aylarında 15.480 boşanma halı qeydə alınıb. Ailələrin dağılması zamanı əsas məsələlərdən biri də hadisələrin uşaqların psixoloji vəziyyətinə təsiridir. Bəzi şəxslər hesab edirlər ki, ata və ana arasında daimi münaqişələr varsa, övladın daha çox travma yaşamaması üçün boşanma mütləqdir. Lakin uşaq varsa, hər bir çətinliyə baxmayaraq, ailənin dağılmamasını vacib hesab edənlər də az deyil. Psixoloq Tünzalə Aslanova isə bildirir ki, ailə daxili münaqişələr çoxalırsa, uşaq üçün ailənin davamlı qalması fikri yanlışdır. Cütlüklərin birlikdə olması o zaman məqsədə uyğun hesab edilir ki, münasibətlər də yerində olsun. Ata-ananın şiddəti, psixoloji təzyiqi, davamlı şəkildə bir-biri ilə hörmətsiz davranışın içərisində hər gün o övlad yaşama məcburiyyətindədirsə, sağlam münasibətdə ayrı-ayrı evlərdə yaşaması daha məqsədə uyğundur. Özünüz bir ailə düşünün və orada iki fərdin davamlı şəkildə münaqişəsinə şahid olan bir övladlar, oğlanlar və ya qızlar. Onlar necə bir geni davam elətdirirlər? Bizim dövrümüz, zamanəmiz bizə nəyə icazə verirsə, övladlarımızı o tərbiyədə, yəni sərhədli bir formada böyütsək, sərhədli çərçivəli azadlıq versək, o övlad daha xoşbəxt olacaq. Psixoloq deyir ki, davamlı münaqişə və gərginlik olan ailələrdə böyüyən uşaqlar daha çox şiddətə meyilli olurlar. Bu isə gələcəkdə cəmiyyət üçün ciddi problemlərə yol aça bilər. Müşfiq Ağakişiyev, Aydın Bayramov, Kamran Mirzəyev, Nigar Mahmudova, Xəbər Ertəsi.